Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Aziz ve hürmetli kardeşler, ilk önce uca Rabbimiz Allah subhanahu ve taala həmsənalar olsun. Bizə müvəffəqiyyət verir, dinimizi öyrənməyə, onun məclisində iştirak etməyə. Əziz qardaşlar, bizim götürdüyümüz kitab Əl-Əməl-ü Salih kitabıdır, Salih əməl kitabı. Bugünkü mövzuda müəllif deyir ki, Fadlus Salah ma'al cəmaə. Cəmaatla namazın fəziləti, cəmaatla namaz qılmağın fəziləti barəsindədir. 96-cı rivayətdə buyurulur. Əbu Əyyub Əl-Ənsari radiyallahu anhu rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyərdi. Həqiqətən, hər namaz öz aralarında olan günahları silib aparır, təmizləyir. Təhuddu hatta yəni salmaqdır, düşürməkdir. Hədisi İmam Əhməd Musnədində rəvayət edibdir, hədis səhihdir əziz qardaşlar. 97-ci rəvayətdə buyurulur, Osman radiyallahu anhu Allah Resulü sallallahu aleyhi ve sellem belə dediyini eşidir. Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Deyir ki, həqiqətən 5 namaz günahları aparır. Necə ki, su pisliyi, kiri apardığı kimi. Hədisi İmam Əhməd Müsnədində rəvayət edib, hədis səhihdir. 98-ci rəvayətdə müəllif deyir ki, Əbu Əyyub Əl-Ənsari radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurduğunu eşitmişəm. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim əmr olunduğu kimi dəstəmaz alar və əmr olunduğu kimi namaz qılarsa, onun keçmiş günahı, əməl etdiyi günahı bağışlanar. Onun keçmiş günahı bağışlanar. Qaddəm, yəni təqdim etdiyi, hansı ki o etdiyi günah ki yoxdur. İnsan yəni istəyir savab olsun, istəyir də günah olsun, onu elə bir sanki elə bir təqdim eləyir də yəni. Yəni ki ona görə insan gözəl dəstəmaz alarsa, səbirlə gözəl dəstəmazını, əmr olunan formada dəstəmazını alarsa, necə ki, Quran və sünnədə gələr, çalışar, sünnələrinə kimi yerinə yetirərsə, şərtlər mütləqdir onsuz da, vaciblər mütləqdir, sünnələrinə kimi, ədəblərinə kimi, hamısını bir-bir əvvəlindən axırına kimi diqqətlə yerinə yetirərsə və əmr olunduğu kimi də namazlarını qılarsa, onun günahları, keçmiş günahları bağışlanar. Hədisi Nəsai rəvayət edibdir, hədis səhihdir. Fikir versəz, əziz qardaşlar, müəllif burada cəmaat namazı ünvanını qoyubdur. Amma indiyə kimi oxuduğumuz neçə hədisdir? 3-cü hədisdir, amma cəmaat namazına söhbət getmir. Birinci müəllif nədir? Ümumən namazın fəzilətindən danışır. Özündən danışır. Hələ sənə namazın özünü başa salır ki, bu belədir. Ondan sonra sənə cəmaatla namaz qılmağı təqdim eləyir. Yəni, bundan sonra gələn rəvayətlərdə, əziz qardaşlar, bunlar barədədir. 99-cu rəvayətdə müəllif buyurur ki, Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurdu. Kim səhər və axşam məscidə gedərsə, Allah onun üçün cənnətdə ziyafət, qonaqlıq hazırlayar. O, hər dəfə gedib gələndə cənnətdə, söhbət cənnətdən gedir, yəni ki, sənin üçün ziyafət verir. Hədisi Buxari və Muslim rəvayət edibdir, hədis də səhihdə ən zirvə olan hədislərdəndir. 100-cü rəvayətdə deyilir, 100-cü rəvayətdə İbn Ömər radiyallahu anhuma Peyğəmbər sallallahu aleyhi ve sellem belə dediyini rəvayət edir. Bir kişinin tək qıldığı namaza, cəmaatla qıldığı namaz 27 dərəcə artıqdır. İbn Ömərin adını kim deyir? Abdullah İbn Ömər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən ən çox hədis rəvayət eləyən sahabələrdən birisidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin də yəni sünnələri çox bilən, tətbiq eləyən, çox rəvayət edən,
elmli, təqvalı sahabələrdən bir salih və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin zamanında onun evinə gecə namazlarını müşahidə edən iki sahabədən birisidir. Biri kimdir? Abdullah ibn Abbas və ikincisi də Abdullah ibn Ömər. Abdullah ibn Abbas xalasına görə gedərdi, xalasının yanında qalardı. Ya evə girirdi, məhrəmidir. Bu da kimə görə? Kimə görə, kim deyir? Hə. Nə? Bacısı. Bacısı. Möminlərin anası və Ömər radiyallahu anhunun özünə götürdüyü kuniyə Hafsa, Abu Hafsa, Ömər radiyallahu anhun kuniyəsi. Və o elə bir ki, Abdullahın bacısı olur. Və ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellemin evində qalardı, namazlarını izləməyə imkan olardı. Bu da Allahın bir lütfüdür onun üçün. Hədisi Buxar və Müslim rəvayət edibdir bu hədisi. Hədis də səhih hədisdir. Deməli, əziz qardaşlar, 101-ci rəvayətdə deyilir, Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. İmamla qılınan namaz, tək qılınan namazdan 25 dəfə əfzəldir. 25 dəfə üstündür. Əfzəl deyəndə üstündür deməkdir. Fadl sözü, yəni artıq, üstün deməkdir. Yəni ki, imamla qılınan, burada imam da artıq nədir? Cemaat. İmam da ən çox harda olur? Məsciddə. İmam məsciddə olur və insan imamla namazı qılarsa, tək başına qıldığından 25 dəfə üstün hesab olunur, əziz qardaşlar. Bu hədisdə Buxar və Müslimin rəvayət etdiyi hədisdir. Hədis səhihdir. İzah verəcəm inşallah. 102-ci rəvayətdə, əziz qardaşlar, müəllif buyurur ki, Abdullah bin Məsud radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Cemaatla qılınan namaz tək başına qılınan namazdan 25 dəfə üstündür. Yəni, bu da deyir ki, evdə qıldığı hər bir namazdan, yəni ki, hansı ki, tək qıldığı namazlardan, yəni ki, bu üstün, 25 dəfə üstün hesab olun, əziz qardaşlar. Bu hədisi İmam Əhməd Musnədində rəvayət edibdir. Hədis səhihdir. Deməli, hədisdə cemaat namazının 25, bir rəvayətdə 25, birində isə 27 keçir. Hər ikisi də səhihdir. Yəni, Əbu Hureyra radiyallahu anhun rəvayəti Buxar və Müslimdədir. İbn Ömərin rəvayəti də Buxar və Müslimdə. İndi sonra gələn Abdullah bin Məsudun rəvayəti isə İmam Əhmədin Musnə kitabında, amma o da yəni ki, heç şübhə yoxdur ki, o da səhihdir. Yəni, hətta bu olmasa da belə, əvvəlki hədisdə, Əbu Hureyranın hədisi də səhih olduğunu bildirir. Burada, əziz qardaşlar, ziddiyyət yoxdur. Buna alimlər belə izah veriblər. İnsanın qıldığı namazın, cemaat namazının, yəni insana görə fərqli olması. Yəni, deyirlər ki, ən azı cemaat namazının savabı 25, ən çoxu da 27. İndi hər kəs cemaat namazı qılanda eyni qılırmı? Xeyr. Ona görə yəni ki, insan cemaatla namazı qılanda namazının nə qədər xuşu ilə qılarsa, sünnələrini yerinə yetirərsə, onda 27 savab qazanır. 27 savab qazanır. Amma ən aşağı, yəni ki, bunlar olmazsa da, sünnələrindən nəyisə tərk eləyərsə, sünnəni tərk etmək namazı pozmur axı. Namazın sadəcə olaraq savabından azaldır. Ona görə 25 savab qazanır. Bir qism elm əhli bunu belə izah edirlər. Bir qism alimlər deyirlər ki, bu əvvəl 25 olub, sonra 27 olubdur. Belə bir, yəni ki, elm əhlinin belə bir görüşüdə, bir rəy də var. Yəni deyirlər ki, əvvəl 25 olubdur, sonrasına, yəni ki, bu hədd 27-yə qaldırılıbdır. Bu da Allahın əziz qardaşlar lütfündəndir. Əgər indi bu görüş doğrudursa da, yəni Allahın lütfüdür ki, yəni əvvəl 25 olubdur, sonra da, yəni ki, 27-yə qaldırıbdır ki, Allahın lütfüdür ki, yəni cemaatla qılınan namazın fəzilətinin o qılanlar üçün artırılması. 103-cü rəvayətdə buyurulur ki, Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki,
Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Kim fərz buyurulmuş namazları qoruyarsa, o qafillərdən yazılmaz. O qafillər, yəni Allah yanında qafillərdən hesab olunmaz, yazılmaz. Və deyir, kim də bir gecədə 100 ayə oxuyarsa, o qafillərdən yazılmaz və yaxud da qanitlərdən olar. 104-cü rəvayətdə buyurulur ki, deməli, Süleyman radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Kim evində dəstəmazını gözəl formada alarsa, sonra məscidə gələrsə, o Allahın ziyarətçisidir. Və deyir ki, ziyarət olunanın üzərinə haqdır ki, onu ziyarət edənə ikram etsin, hörmət etsin, yaxşılıq etsin. Hədisi Tabarani Mu'camul Kəbir kitabında rəvayət edibdir, hədis səhihdir. Növbəti 105-ci rəvayətdə Əbu Hureyra radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Sizdən biri dəstəmazını alar və o dəstəmazını gözəl eləyərsə və dəstəmazı da mükəmməl və gözəl formada dəstəmazını alar və məscidə yalnız namaz üçün gələrsə. Yəni, onun məscidə gəlməyi istəyi nədir? Namaz üçündür. Allah onun məscidə gəlməyinə görə sevinər, fərəhlənər. Necə ki, o qayıbda olan adam ki var, uzun müddət görmədiyin adam ki var, sənin gəlir yanına, o gəlişi ilə sevindiyi kimi, Allah da yəni ki, onu məscidə gələn, namaza gələn üçün sevinər və fərəhlənər deyir. Hədisi İbn Xuzeymə rəvayət edib, hədis səhihdir. 106-cı rəvayətdə buyurulur ki, Qabbət ibn Əşyəm radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. 2 nəfərdən biri digərinə imamlıq eləyərsə, yəni yoldaşına imamlıq eləyərsə, bir yerdə qıldıqları namaz Allah yanında 4 nəfərin ayrılıqda qıldığı namazdan daha üstündür. Sonra deyir ki, mən bu hədisi sizə demişəm. Sonra deyir ki, 4 nəfərdən birinin digərlərinə imamlıq edərək qıldıqları namaz 8 nəfərin namazından Allah yanında daha üstündür. Sonra hədisin sonunda Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 8 nəfərdən birinin imamlıq eləyərək qıldığı namaz, digərlərinə imamlıq eləyərək qıldığı namaz Allah yanında 100 nəfərin, yəni ayrılıqda qıldığı namazdan daha üstündür. Hədisi Beyhaqi Sunanul Kubra kitabında rəvayət edib, hədis həsən hədisdir. 107-ci rəvayətdə deyilir, Abdullah ibn Amr radiyallahu anhuma rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir gün namaz barəsində zikr eləyir, namazı xatırlayır. Və deyir, namaz barəsində danışaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem namaz barəsində danışaraq deyir, kim onu qoruyarsa, yəni vaxtında qılar, sünnələrini, qoruyan deyəndə ümumiyyətcə, yəni ki, hər şey nəzər tutulur. Vaciblərini, sünnələrini, vaxtını, xuşusunu, hər şeyi qoruyarsa, onun üçün o, yəni qiyamət günü nur, burhan və qurtuluş olar. Onun üçün bir dəlil və nur olar qiyamət günü namaz və həmçində qurtuluş olar. Yəni namazı onu qiyamət günü gəlib cəhənnəmdən qurtarar. Onun üçün bir burhan, yəni lehinə bir şahidlik edər və nur olar. Çünki qiyamət günü zülmət bir yerdir, ərasat. Orada insan, yəni ki, nura ehtiyacı var. Ələxsusda Sirat körpüsünü keçəndə, o zülmət, yəni ki, o Sirat körpüsünün vəsfləri barəsində gəlir ki, tükdən də incədir. Həmən bir şeyin üzərindən, insan o körpünün üzərindən keçəndə nura ehtiyacı var deyə, yəni ki, namazları qoruyub saxlamaq lazımdır ki, o namaz sənin üçün qiyamət günü nur olsun. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim onu qoruyub saxlamazsa,
Deyir ki, onun üçün nur olmaz, burhan olmaz və qurtuluş da olmaz. Namazları qılmazsa, namazlarını qorumazsa və deyir o qiyamət günü Qarun, Firavun, Haman və Ubey ibn Xaləflə bir yerdə olar deyir. Hədisi İmam Əhməd Musnədində rəvayət edibdir. Hədisə Əhməd Şakir səhih deyib. Şuayb Arnavut Həsən deyibdir. Şeyx Albani də Müşkəətül Məsabih kitabında səhih deyibdir. 108-ci rəvayətdə bu fəsilə aid olan sonuncu rəvayətdir. Deyir ki, Amr ibn Murra Əl-Cuhani radiyallahu anhu rəvayət edir ki, Qudaa qəbiləsindən bir kişi Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlir və ona deyir ki, ey Allah Resulü. Qudaa qəbiləsindən bir nəfər, bir kişi, bir insan, adi qeyd olunmuyubdur, gəlir, deyir ki, ey Allah Resulü. Görsən ki, mən şahidlik eləyərəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Şəhadət kəlməsini deyir. Və sən həqiqətən də Allah Rəsulusan. Yenə də şahidlik edirəm ki, sən Allahın Rəsulusan. Və 5 namazımı qılıram. Ramazan orucunu tutub və gecələrini qiyama qalxıram. Burada xüsusi deyir. Deyir ki, sumtu şəhra və qumtu Ramadan. Deyir ki, ayı oruç tutub Ramazanın gecələrini, yəni Ramazan ayının orucunu tutub və gecələrini də qiyama qalxıram. Yəni təravih namazlarını qılıram. Və zəkatımı da verirəm. Belə deyəndə, yəni elə sözünü qurtarmaz, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim bunun üzərində ölərsə, kənə minəs-siddiqinə və şühədə, o siddiqlərdən və şəhidlərdəndir. Buna kifayətlənək, daha doğrusunu Allah bilir və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illə ent, əstəğfiruka və ətubu ileyk.